Səhər ac qarnına qəhvə içmək bir çox insan üçün adət halını alsa da, amma sağlamlıq baxımından risklər daşıyır. Qəhvə turşuluq və kofein ehtiva edir. Ac qarnına qəbul edildikdə mədə turşuluğunu artırır. Bu isə mədədə yanma, qıcqırma, hətta qastrit kimi problemlərə səbəb ola bilər. Elmi araşdırmalar göstərir ki, qəhvə ac qarnına qəbul edildikdə bədənin stres hormonu olan kortizol səviyyəsini yüksəldir. Bu, əsəbilik, narahatlıq və yuxusuzluq kimi simptomlara yol aça bilər. Bəzi insanlar üçün qəhvə bağırsaq hərəkətlərini sürətləndirir. Nəticədə ishal və qarın ağrısı müşahidə oluna bilər. Kofein isə ac qarnına daha sürətlə mənimsənir. Bu, ürək döyüntüsünü sürətləndirə və baş gicəllənməsi yarada bilər. Buna görə də səhər ilk iş qəhvə içmək əvəzinə bir stəkan ilıq su qəbul etmək və ya səhər yeməyi yemək daha faydalıdır. Bu, mədə və həzm sistemini qoruyur, enerjini tarazlayır və günə daha sağlam başlamağınıza kömək edir.